Article izah eləməmişdim, bunu izah eləyəm. Article neçə növ var və hansılardır? 2 növ: müəyyən, qeyri-müəyyən, müəyyən Z, qeyri-müəyyən EN artiklı. Z-nin mənası varmı? Bəli, var. Tərcüməsi yoxdur, amma həmin o mənasını verir. Amma tərcüməsi yoxdur, yəni belə tərcümə olunmur. EN artiklının mənası varmı? Bəli, bir deməkdir. Bir olduğuna görə də sayıla bilən tək isimlərin qarşısında, sayıla bilən tək isimlərin qarşısında istifadə olunur. Hansı isimlərin qarşısında? Dediyimiz kimi sayıla bilən tək isimlərin qarşısında. Əlbəttə ki, tərif bildirən, peşə bildirən, tutum bildirən, tək olan bir şeyin ilk dəfada çəkilən əşyaların qarşısında, böyük sayıların 100,000, milyon kimi sayıların qarşısında EN artiklı işlənir. Z artiklı hansı isimlərlə istifadə olunur? Bütün növ isimlərlə istifadə oluna bilər. Yəni Z artiklı üçün heç bir fərqi yoxdur. Sayılan, sayılmayan, tək, cəm heç bir fərq etmədən bütün isimlərlə istifadə oluna bilir. Sadəcə olaraq belə deyək də, ismin adı ikinci dəfə çəkilsin və bir sıra isimlərimiz var da, artıq Z artiklında onu əzbərləmək lazımdır ki, hansı isimlərlə Z artiklı istifadə olunur. Ölkə adının qarşısında hansı hallarda Z artiklı istifadə olunur? Ölkə adının qarşısında ştat, respublika, federation, kingdom, united kimi sözlər olarsa, o zaman Z artiklı istifadə olunur və əlbəttə istisna ölkələrimiz də var idi. The Ukraine ölkə və şəhər adlarını, The Ukraine, The Lebanon, The Crimea və bunları əzbərləmək lazımdır. Bir neçə dənədir. Hansı hallarda soyadların qarşısında artikl işlənir? Əgər soyadlar bütöv bir ailəni bildirirsə, yəni cəmdədirsə, Browns'dırsa, məsələn, cəmdədirsə, önündə Z artiklı olmalıdır. Amma Mr. Brown olduqda, o zaman heç bir artikla ehtiyac yoxdur. Sifətin qarşısına tək başına Z artiklı işlənərkən məna necə dəyişir? İsimləşir, bəli, isimləşir. The rich, zənginlər, the poor, kasıblar. Tək başına sifətin qarşısına Z artiklı keçdisə, o sifətimiz isimləşdi deməkdir. Las və next sözləri ilə artikl işlənməsi necə baş verirdi? Las və next sözlərindən sonra zaman bildirən sözlər gələrsə, məsələn, last month, last year, last week kimi sözlər gələrsə, o zaman heç bir artikl istifadə olunmurdu. Amma last və next sözlərindən sonra isim gələrsə, növbəti və ya sonuncu mənasını verərsə, o zaman Z artiklı işlənirdi. Məsələn, last door, the last door, the next door bu qaydada. Mosque, school, prison kimi sözlərlə artikl necə istifadə olunurdu? Bəli, əgər binanı bildirirsə, məsələn, mosque məsciddir. Əgər biz ora ibadət məqsədi ilə gediriksə, məsələn, deyirəm ki, every Friday my dad goes to mosque. Hər 5-ci günü mənim atam məscidə gedir. Nə üçün? İbadət etmək üçün gedir. Amma deyə bilərəm ki, I met my old friend in front of the mosque. Mən köhnə dostumla məscidin qarşısında qarşılaşdım. Yəni məscidin qarşısında, artıq binadan söhbət gedir. Bu zaman the artiklı istifadə olunur. Digər hər birinə aiddir. Bura university, church, kilsə, bed, çarpayı, məsələn, yatağa yatmağa gedirəmsə, heç bir artikla ehtiyacım yoxdur. Amma yataqdan söhbət gedirsə, yeni bir yataq almışamsa, EN qoya bilərəm. Otağın küncündəki yataqdan danışamsa, the artiklı qoya bilərəm. Yəni bunlara diqqət eləyirik. Sifətin hansı dərəcəsi ilə hansı artikl istifadə olunur? Üstünlük dərəcəsi ilə Z artikl istifadə olunur. Üstünlük dərəcəsini nədən tanıyırıq? Sifətin önündə most olmalıdır. Baxın, sifətin önündə most olmalıdır. Bəzən mostu ismin önündə verirlər. O zaman artikla ehtiyac yoxdur. Amma sifətin önündə Z artiklı most varsa, o zaman üstünlük dərəcəsidir və Z artiklı lazımdır. Və sifətin sonunda est, yəni est şəkilçisi varsa, o zaman Z artiklı istifadə edirdik. Amma adi və müqayisə dərəcələrindən sonra sayıla bilən tək isim varsa, mütləq şəkildə EN artiklı olmalıdır. Sifət testlərində eləyəndə buna diqqət eləyirik. Adi və müqayisə dərəcəsindən sonra əgər sayıla bilən tək isim varsa, o zaman EN artiklından istifadə eləyirik. Sayılarla artikl necə işlənirdi? Sayılarla biz dedik ki, böyük sayılarla million, thousand və sair kimi, yəni bu sayılarla, böyük sayılarla EN artiklı istifadə olunur hər zaman, amma yanında dayanan isim cəmdə olur. Məsələn, 100 stars, 100 ulduzlar, yəni 100 dənə, 100 ədəd ulduzdan söhbət gedir deyə isim cəmdə olur. Yəni E artiklını görüb bəzən buradakı isim də uşaqlar tək
qoymaq istəyirlər, amma yanlışdır. Əgər milliondırsa, o zaman isim təkdə olmalıdır. Bəs bu saylar özü cəmlənə bilirdimi? Bilər. Əgər özünə of sözünü varsa, thousands of stars. Bu qaydada istifadə oluna bilər. Və sıra saylarımız var idi. Sıra saylarımız hansılardı? First, second, third. Birinci, ikinci, üçüncü bu qaydada dəyişirik. Digərlərinin sonuna th əlavə edirdik. Fourth, fifth. Bu qaydada sıra sayları ilə isə hər zaman z artiklı istifadə olunur. Çünki məsəl üçün sırada üçüncü uşaq sadəcə bir nəfər uşaqdır orada. Yəni məlumdur, müəyyəndir deyə z artiklı istifadə edirik. Coğrafi adlarla artikl necə işlənir? Deyirik ki, dəniz, okean, çay adları ilə hər zaman kanal adları ilə z artikl istifadə olunur. Göl adları ilə dəyişir. Lake sözü varsa artikl yoxdur, lake sözü yoxdursa artikl sözü var. Bu bir dənə buna aiddir. Çay, dəniz, kanal, okean adlarıyla heç bir əlaqəsi yoxdur. Yəni orada ocean olsa da, sea olsa da, river olsa da, olmasa da z artiklı hər zaman istifadə olunacaq. Amma göllərdən söhbət gedirsə, lake sözü varsa, z artiklı istifadə olunmayacaq. Dağ adlarına və ada adlarına gəldikdə isə, əgər dağ və ada adları silsilə və qrupdurlarsa, bunda nəyindən biləcəyik? Cəmdə olmasından. Dağ və ada cəmdədirsə, o zaman z artiklı istifadə edəcəyik. Bunu dedik. Muzey, qaleriya, qəzet, jurnal, otel kimi adlar əgər insan adını bildirmədiyi təqdirdə hər zaman z artiklı ilə istifadə olunacaq. Küçə, meydan, park, körpü adları heç bir zaman z artiklı ilə istifadə olunmur. Küçə, meydan, park, körpü adları heç bir zaman z artiklı ilə istifadə olunmur. Musiqi alətləri və idman oyunları. İdman oyunları bilirik ki, heç bir artiklı istifadə olunmur. Musiqi alətlərinin isə önündə z artiklı qoymağımız mütləqdir. Bu play sözündən əlbəttə irəli gəlir. Məsələn, play futbol dedikdə heç bir artikla ehtiyacımız yoxdur. Çünki futbol idman oyunudur. Amma play the violin dedikdə violin bir musiqi alətidir deyə o zaman qarşısına z artiklı qoyduq. Nəqliyyat vasitələri ilə artiklın istifadəsi. Nəqliyyat vasitələri ilə bu qaydada istifadə olunur ki, by sözünü varsa, əgər o nəqliyyat vasitəsilə getmək mənasında, o zaman heç bir artikl yoxdur. By ilə nəqliyyat vasitəsi yanaşı dayanmalıdır. Yox, əgər by sözünü yanında mənasını, tərəfindən mənasını verirsə, o zaman yanında z artiklda, en artiklda istifadə oluna bilər. Nəqliyyat vasitələrinə geri qayıdırıq. Nəqliyyat vasitələrinin önündə başqa söz önləri varsa, o zaman bəli, mütləq şəkildə artiklla istifadə olunmalıdır. Bir dənə by sözünü varsa nəqliyyat vasitəsi artiklsız istifadə olunur. Amma digər söz önləri varsa, yerinə görə en də qoya bilərik, z artikl da qoya bilərik. Artıq mənadan biz onu özümüz başa düşməliyik. What ilə başlayan nida cümlələrində bilirik ki, iki cür nida cümlələrimiz var. Bilmiriksə öyrənəcəyik. What ilə başlayan nida cümlələri və how ilə başlayan nida cümlələri. What ilə başlayan nida cümlələrində mütləq şəkildə dediyimiz bir qayda var. Əgər what ilə başlayırsa nida cümləmiz, o zaman oradakı ismimiz, yəni sifət və yanında isim olmalıdır. Oradakı ismimiz sayıla bilən tək isimdirsə, whatdan sonra mütləq şəkildə en artiklı istifadə olunmalıdır. How ilə olan nida cümlələrində isə sifətdən sonra gələn ismin qarşısında hər zaman z artiklı istifadə olunmalıdır, əgər artikldan söhbət gedirsə. There is, have got ifadələri ilə artiklın istifadəsi necə idi? There is, have got, bunu biz ümumi deyirdik. What olan nida cümlələrində, there is ilə başlayan, have got ilə başlayan cümlələrdə bunlardan sonra gələn sayıla bilən tək isimlər hər zaman və hər zaman en artiklı ilə istifadə olunmalıdır. Sənət peşə bildirən sözlərlə, bəli, məsələn, o müəllimdir deyirsə, he is a teacher deyə istifadə edirik. Bu zaman bir insanın peşəsinin adını qeyd eləyəcəksə, biz z artiklı istifadə edirik. Amma ki, bu hər zaman keçərlidir. Məsələn, müəllim mənə bu qaydanı izah etdi deyirəmsə, o zaman müəllim, hansı müəllim? Həmin o müəllim. Baxın, həmin sözü qoya bilirəmsə, o zaman z teacher deyə istifadə eləyəcəyik. Bunu unutmuruq. Sadəcə bu nədir? Bir insanın peşəsini bildiririksə və peşə təkdədirsə, o zaman en artiklı ilə istifadə olunmalıdır. Tərif bildirən sözlər. Məsələn, deyirəm ki, qələm yazmaq üçün əşyadır. A pen, bu qaydada davam eləyirəm. Əgər bu tərif bildirən söz təkdədirsə, məsələn, qələmin tərifini verdim, qələm təkdədir və sayıla bilir, ona görə en artiklı ilə istifadə etdik. Amma ola bilər ki, qələmdən deyil, sudan danışaram. O demək deyil ki, tərifini verirəm, mən mütləq şəkildə oraya en artiklı qoymalıyam. Yox, su sayıla bilmir. Və ya cəmdə olan bir ismin tərifini verərəm
Durnalar məsəl üçün cəmdədir. O qarşısına en artiklı qoymayacağam ki, tərifini verirəm deyə. Sadəcə sayıla bilən tək isimdirsə bizim tərifini verdiyimiz əşya, o zaman en artiklı istifadə eləyirik. Million, hundred kimi sayılarla artıq dedik, mütləq şəkildə qarşılarında en artiklı istifadə olunur və özlərindən sonra gələn isim cəmdə olur. Sayılmayan və sayıla bilən isimlərlə artikl işlənməsi, bildik ki, sayılmayan və sayıla bilən isimlər necə işlənir? Sayıla bilən tək isimlərlə hər zaman en, sayılmayan və ya cəm isimlərlə isə həm en, həm də z artiklı istifadə olunar. Sayılmayan və ya cəm isimlərlə isə z artiklı istifadə oluna bilir. Beləliklə, bir də geri qaydaq. En artiklı hər zaman sayıla bilən tək isimlərlə istifadə olunur. Z artiklı isə fərqinə varmadan təkdədirmi, cəmdədirmi, sayılandırmı, sayılmayandırmı hər biri ilə istifadə olunur. Bütün bunları ümumi bildikdən sonra bir dənə yekunlaşdırırıq. Deyirik ki, ümumiyyətlə, baxın, bu əzbərlədiklərimiz bir yana. Əgər əzbərləmədiyimiz bir şey qarşımıza çıxdı və biz bilmirik ora en mi qoyaq, yoxsa z artiklı mı qoyaq? Birincisi, ilk dəfə əşyanın adını çəkib çəkilmədiyinə diqqət eləyəcəyik. İkincisi, tərcümə eləyə bilərik. Əgər o ismin önünə bir sözünü qoya biliriksə, əlbəttə sayıla bilən tək isimdən söhbət gedir. Bir sözünü qoya biliriksə, en artiklı qoyacaqsınız. Bilirik ki, artiklı samit səslə başlayan, en artiklı sait səslə başlayan. Yəni hərf deyil, səs, eşitdiyimiz səslə başlayan isimlərin qarşısında istifadə olunur. Yox, əgər o ismin qarşısına həmin o deyə sözünü qoya biliriksə, və yaxud dediyim kimi, müəllim mənə dərsi izah etdi. Hansı müəllim? Həmin o müəllim. O zaman biz bunun qarşısında z artiklı istifadə eləyəcəyik.